Dədələr, çoxdan da başım qarışıq idi. Çox vaxt ayıra bilmirdim, amma yenə də Çindən və Sinqapurdan çoxsaylı istəkləri nəzərə alaraq buzlu kofe setimiz üçün də oğlanlıq siropunu gətirdik. Yəni biz Mojitonu, milkshake eləmişdik. Yol ver. Qırağa ver. 4 saat. Bir dənə video çəkirik, 3 saat montajda oturuq. Daldan bir lapet də gəlir. Mən seratondan deyə. Hoşla ondan da lüku yoxdur bu, kareykadır. Dalan bir hez. Magistraldır qaqam. Saldılar evizi zibili. Yağış da başladı. Sırf buzlu kofe üçün special olan oğlanlıq siropunu biz gətirmişik. Stoklarımızda var. 3 obyektimizin içində də var. Bu kofeyə əgər dostlarınız varsa, müəyyən qədər sıxıntıları olan, problemləri olan, ola bilər, hamı da ola bilir. Həmin bu siroplardan içsin ki, o ona təzyiq göstərməsin, o biraz artış hiss eləsin özündə, bir kişiləşmə özündə hiss eləsin. Problem yoxdur. Yığın, qruqda özünə hörmət eləyən, eləməyən, özünü tanıyan, tanımayan, ətrafı tərəfdən, sinif yoldaşları, qrup yoldaşları tərəfdən, iş yoldaşları tərəfdən, qram da olsun hörmət görməyən dostlarınızı yığın gətirin bura. Bu 21 manata bu buzlu kofe setini oğlanlıq siropundan verək olaraq, oğlanlıq tütünü ilə qəlyan düzəldək qoyaq qabağını, soğutlasın. İnanın mənə, yüksək səviyyədə dəyişikliklər görəsiniz.